nəyə görə yadda saxlamısınız? O vaxta qədər mən burada gələn yazılar var, onu oxumaq istəyirəm. Aycun xanım, buyurun, əl qaldırmısınız. Aha. Çox sağ olun mənə kömək elədiyinizə görə. Vəzifəmizi Nigar xanım, buyurun. Hər birinizi salamlayıram. Önceliklə belə faydalı təlim üçün təşəkkür edirəm, fürsətdən istifadə edib. Suala gəlincə isə mənim üçün ən yadda qalan müəllim, belə deyək, hətta onu özümə rol model olaraq da seçmişdim. Məktəb dövrlərindən tarix müəllimim olmuşdu. Nəyə onu yadda saxlamışdınız? Səbəbi isə onun digər müəllimlərdən daha çox fərqli olaraq öz prinsiplərinə sadiq qalması. Məsələn, sinifdə hər hansı bir qayda qoyduğu zaman o qaydaya, məsələn, mən 11-ci sinifi bitirənə qədər əməl eləmişdi. Yəni, heç vaxt o qaydalardan kənara çıxmırdı və eləcə də ədalətli prinsiplə yanaşırdı. Tutaq ki, hansısa müəllim müəyyən bir gün qaydalarda müəyyən pozuntular edirsə, güzəştlərə gedirdisə də, o müəllimdə heç vaxt mən o nüansı görməmişdim. Digər tərəfdən də o özü o qədər öz fənnini sevirdi ki, bəzən müəllim olduğunu unudub, bizlə sanki bizim öz yoldaşımızmış kimi, sanki o yeni informasiyaları bizlə birlikdə yeni öyrənib, bizlə müzakirə edirmiş kimi dərsi qururdu və buna görə də mənim çox maraqlı gəlirdi. Mən də özümdən əlavə məlumatlar araşdırırdım, gedirdim ondan tənəffüslərdə, məsələn, müzakirələr aparırdım. Bu cəhətdən onu çox sevirdim həqiqətən. Çox sağ olun fikrinizə görə, eyni zamanda cəsarətli addımınıza görə. Çünki bu siz müxtəlif təlimlərə qoşulursunuz, bəlkə bu sizin üçün adidir, amma mən düşünürəm ki, hər təlim yeni iştirakçılar və yeni təlimçi deməkdir və bu qədər müxtəlif insanların qarşısında ilk söz almaq və ilk fikri bildirmək mənim üçün hər zaman cəsarət verdiyi simvol olur. Ona görə də deyirəm ki, çox sağ olun cəsarətli addımınıza görə. Bununla əlavə mənim rəyləri də oxuyuram ki, buradan müxtəlif fikirlər gəlir ki, Ahan Neymət Abdullayev əlini qaldırıb, mən sizə eşidirəm, mikrofonu açıb cavablandıra bilərsiniz. Axşamınız xeyir olsun, çox sağ olun. Axşamınız xeyir. Maraqlı sualdır. Mənim üçün deyəlim, yadda qalan müəllimlərdən biri Mahir müəllim Şükürov Universitet vaxtı. Nəyə görə? Amma qəribə xasiyyətinə görə bəlkə ondan bir şeylər öyrəndim də. Yəni o müəllim bizi dinləməkdən çox özü düşünürdü, özü sərt davranırdı da. Bax, elə bilin ki, o bizdə bir müəllimlik iz buraxdı ki, belə müəllim də olarmış. Hətta, hansı xüsusiyyətə görə özü düşünürdü? Biz tələbə yoldaşımız ələ salmaq üçün erməni budaq cümləsidir, bir şagirdi. O da həddindən artıq vətənpərvər müəllim idi. O uşağı elə təhqir elədi ki, yəni o cür acıladı ki, o uşaq da izahını verənmədi ki, mən onu erməni budaq cümləsini tərifli mənada demədim. Yəni, bizdə belə bir deyim var ki, biri zahir cümlə belə deyək də məntiqsiz işləyənlər deyilir erməni budaq cümləsi. O formadır. Yəni, mən belə düşündüm ki, mən əgər müəllim olaramsa və axıra qədər dinləsəm yaxşıdır. Əslində elə bir nöqsanlar bizi sevindirməlidir ki, onu nəsə götürürük də. Aydın, çox sağ olun. Aha, buyurun, buyurun. Hətta məsələn, mən dərsdə özüm sonradan biz təlimlərə qoşulanda görürdüm ki, mən nə qədər səhv edirəm. Məsələn, əl qaldırırdıq, müəllim əli görmürdü, fikir vermirdi. Tabii çox əsəbləşdim və qaydanı da pozub, yəni mikrofonu birbaşa açıb da demək istəmirdim. Görürdüm ki, yəni bunu mən də bu səhvləri eləmişəm bəlkə də, yəni diqqətli olmaq lazımdır. O baxımdan yəni olaraq mən sağ ol deyirəm ki, yəni bizə nəsə öyrəndik də. O cəhətdən olar yadda qalır bəli. Bir növ özünüzü sorğulamağınıza səbəb olub, belə başa düşdüm mən. Bəli, bəli. Allah, çox sağ olun, dəyərli fikirlərinizə görə. Mən eyni zamanda rəylərə də oxuyuram ki, hansı xüsusiyyətlərinə görə və nə yazmışsınız, hamısını görürəm və nəyə görə bu sualı verdim, bunu açıqlamaq istəyirəm. Əgər sualıma verdiyiniz cavablarda diqqət etsəniz, ağlınıza gələn müəllimin xüsusiyyətləri əslində sizin özünüzdə psixoloji olaraq
var olan və yaxud da ki, inkişaf etdirmək istədiyiniz belə deyək xüsusiyyətlərdir. Məsələn, az öncə ilk rəy bildirən xanım dedi ki, tutarlılıq və ədalətlilik olması, daha sonra dürüstlük və əzmkarlıq. Bu o deməkdir ki, bu xüsusiyyətlər əslində sizin öz xarakteristikənizdə var və güzgülənmə effekti ilə bunu qarşı tərəfdə görəndə bu sizi özünüzə göstərdiyinə görə bu xüsusiyyətlər belə deyək də sizə xoş gəlir və illər keçsə də o müəllimi o nüanslara görə xatırlayırsınız. Eyni zamanda axırıncı Nemət bəyin də fikirlərinə dəstək olaraq həmin o müəllim özünü sorğulamağa səbəb olub deyə o müəllim yadda qalıb. Buradan biz belə deyək də bir fikir çıxarda bilərik ki, düzü fikrin yonulmağa ehtiyacı ola bilər, Lorellə desək. Amma ilk olaraq bu yanaşmanı biz əldə edə bilərik ki, əgər ki, insan özünə baxmağı, özü ilə düşünməyi, özü haqqında fikirləşməyi sevirsə, ona yada salan müəllim də onun xoşuna gələcək. Ümid edirəm ki, fikrim aydın oldu bu barədə. Mən eyni şəkildə gələn rəylərə baxmaq istəyirəm. Çünki heç kəsin fikri qalsın istəmirəm. Aha, mehribanlıq, səmimiyyət, günün əmri olub. Əlbəttə ki, fikrinizi yazın, mən oxuyacağam. Fikrinizi yazın, mən oxuyacağam. İndi bunun bizim mövzumuzla nə əlaqəsi var deyə o hissəyə toxunmaq istəyirəm. Müəllim şagirdin yadında təkcə öyrətdiyi dərs və metodikasını deyil, əslində onu ötürdüyü psixoloji detallar və nüanslarla yadda qalır. Bunu necə belə deyək də sübut edə bilərik? Həm sizin verdiyiniz cavablardan, həm də iki dənə fərqli müəllim düşünün ki, hansı ki eyni dərsi keçir. Eyni dərsi keçən iki fərqli müəllimdən ən yadda qalan müəllim həmin o psixoloji bacarıqları, biz artıq slaydı çevirə bilərik bu arada, mənim fikrimdən çıxıb, yadda qalan müəllim psixoloji bacarıqları doğru, belə deyək də, istifadə edən müəllimdir. Psixoloji bacarıqlar deyəndə mən nəyə nəzər tuturam? Burada təbii ki, bəzən müəllimlər belə ifadə işlətdilər ki, bizim özümüzdə bir psixoloq. Bu fikirləri haradasa haqq vermək olar, çox şagird və çox valideyn tanımaq, illərin təcrübəsi və s. baxır. Amma psixoloq olmaq tamam başqa bir sahədir deyil. Sadəcə psixoloji xüsusiyyətlərə bələd ola bilərlər müəllimlər. Və burada müəllimin psixoloji bacarıqları deyəndə biz nəyə nəzər tuturuq? Slaydı bir də çevirək. Bu ayətdə insanları, yəni ətrafdakı həm şagirdləri, bir də çizdirək, buranı artıq keçdik, insanları və valideynləri, müəllimləri anlamaq bacarığı, ünsiyyəti idarə etmək, aktiv dinləmək bacarığı, konfliktləri qaydasına qoymaq bacarığı, emosional intellekt və motivasiya vermə bacarığı, çevrə slaydı. Bu psixoloji xüsusiyyətlərə aiddir. Əslində çox saymaq olar, çünki bu situativ olaraq dəyişir bu xüsusiyyətlər, amma əsas götürdüyümüz bunlardır ki, biz burada psixoloji bacarıqları belə deyək də aid edirik. Bir də çevirək. Bunlardan ən önəmlisi, psixoloji bacarıqlardan ən önəmlisini mən düşünürəm ki, emosional intellektə aid edə bilərik. Emosional intellekt nədir? Bilirik ki, bizim normal bildiyimiz IQ səviyyəmiz, bir də EQ dediyimiz emosional intellekt var. IQ hansı ki, bizim məntiqsəl və ağıl səviyyəmizi ölçür. Emosional intellekt isə duyğusal olaraq bizim vəziyyətimizi ölçür. Yəni, emosional intellekt deyəndə insan, bunu heç müəllim kimi yox, özünüz kimi də düşünə bilərsiniz. İnsan nə qədər öz duyğularını tanıyır, qarşı tərəfində duyğularını tanıyır və bunları ifadə edib, idarə edə bilir. Bunları niyə vurğu ilə deyirəm? Çünki ifadə eləməklə idarə eləmək çox fərqli anlayışlardır. Məsələn, mən indi mənim emosional intellektim nə zaman normalda və ya yüksəkdir deyə bilərəm. Məsələn, mən indi əsəbiyəm və mən fikirləşirəm ki, az öncə bir haqsızlığa uğradığımı düşündüyümə görə mən əsəbiyəm. Mən anladım ki, mən niyəsə, birinci əsəbi olduğumu hiss elədim. İkinci hiss elədim ki, mən niyə əsəbiyəm? Üçüncü olaraq isə mən düşünürəm ki, mənim əsəbi olmağımın ətrafdakı insanlara, ətrafdakı insanların burada bir rolu yoxdur və mən əsəbimi onlara deyil də, onlara ötürmürəm və bunu idarə eləyərək daha fərqli formada, belə deyək də, cəmiyyətə ötürürəm.
Bu proseslərin hamısını keçib bilmək və tətbiq edə bilmək emosional intellekt göstəricisidir. Bunun müəllimlə belə deyək də əlaqəsi, təhsil sistemi ilə əlaqəsi nədir? Müəllim bilirik ki, sinifdə çoxlu müxtəlif ailələrdən gələn şagirdlərlə və onların fərqli emosional vəziyyətləri ilə üzbəüz qalır. Slaydı bir dənə çevirək. Bunu artıq izah edim, bir dənə çevirək. Vəziyyətlərlə deməli üzbəüz qalır. Baxın, burada emosional intellektin nə olduğunu göstərmək üçün belə bir situasiya qoymuşam. Düşünürük ki, şagird dərsdə səbi davranır. Məsələn, siz dərs izah edirsiniz və yaxud da ki, hər hansı bir fəaliyyətlə məşğulsunuz, test verirsiniz, uşaqlar test yazır və s. Orada bir uşaq nəsə yaratır da, yəni bir münaqişə yaradır, nəsə bir var olduğunu göstərməyə çalışır və s. Şagird dərsdə əsəbi davrananda nə edirsiniz? Mən cavabları almaq istəyirəm, amma cavabları yazılı şəkildə yazsaq çox daha yaxşı olar. Cavabları alım, daha sonra nə demək istədiyimi özətləyəcəm. Vərələri oxuyuram bu arada. Əla Sevil xanım. Motivasiya mövzusuna mən gələcəm ki, motivasiyanı biz necə eləyək ki, bu effektiv və təsirli olsun. Hələ ki, rəyləri görmürəm ki, uşaq əsəbi davrananda nə edərsiniz? Bir neçə saniyə vaxt verim, daha sonra keçəcəm izaha. Ola bilər ki, bu barədə hər hansı bir fikriniz olmasın. Bu da qəbul olunan. Anlamağa çalışaram ki, nəyə əsəbidir? İdarə etməyə və yönətməyə çalışaram. Nəyə yönəldərsiniz, necə yönəldərsiniz, Nemət bəy, bu mənim maraqlıdır. Səbəbini öyrənmək, anlamaq, okey, əla. İnklusiv məktəbdə işləmək də çox çətindir. Gülay xanım, tamam, əla. Aydındır Nemət bəy, çox sağ olun. Deməli, dərsdən sonra ətrafı müzakirə edin, okey, əla. Çox sağ olun. Slaydı bir dənə çevirək. Deməli, burada iki dənə situasiya ola bilir. Uşaq müəllimi elə həddə çatdırır ki, müəllim onu idarə edə bilmir və digər şagirdlərə mane olduğuna görə ən son çarə olaraq çıx sinifdən deyə bir ifadə işlədib situasiyanı idarə etməyə çalışır. Bu emosional intellekt burada zəif göstərici olsa bu belə olur. İkinci halda isə sizin dediklərinizdən yola çıxaraq və hər birinizin dediyində bir həqiqət var idi. Ancaq bunu hansı şəkildə ifadə eləməyimizdə çox böyük rol oynayır. Uşağa deyəndə ki, məsələn, sən əsəbisən, burada hamının şeyini pozursan, get sakitləş sonra gəl. Və hətta ki, nə olub, dur danış görüm, nə olub, nəyə əsəbisən. Kimi ifadələr zaten uşağın orada durub danışmağına təşviq eləməyəcək və uşaq burada ya daha çox belə deyək də aqressiya göstərəcək, ya da sizə qarşı bir divar verəcək və müdafiə mexanizmi formalaşdıracaq. Demək istədiyimiz nədir ki, bu şəkildə quranda ki, görürəm, bugün özünü yaxşı hiss eləmirsən, yəni görürəm, bugün əsəbisən, bir problem varsa əgər, bunu mənlə bölüşə bilərsən. Şəklində ifadə eləmək, emosional intellektin orada göstəricisidir ki, biz qarşımızdakı insanı ötürürük ki, mən səni görürəm. Mən görürəm ki, sən kədərlisən, sən əsəbisən, sən xoşbəxtsən və s. Ancaq indi bu duyğunu idarə elə. Yazdığım oradakı cümlənin əslində izahı, daha doğrusu alt mənası bundan ibarətdir. Bunu təkcə təhsil sistemində şagirdlərə yox, həyatınızdakı insanlara tətbiq edə bilərsiniz. Situasiyanı yaxşı idarə eləmək və belə deyək də mutlu sonla vəziyyəti bitirmək üçün mən görürəm ki, sən indi bu cürsən demək, istənilən situasiyanı belə deyək də yaxşı sonlandırmağa gətirib çıxardacaq. Mən bir dənə rəyləri yenə oxuyum. Çox sinifdən demək düzgün deyil, amma bu realdır və belə şeylər olur. Əla, çox sağ olun Vəfa xanım. Sevgi xanımın dediyini, yazdığı rəy ki var, sonra cavab təklif eləmişəm, dinləmişəm və s. Əslində burada məsələ şagird bəzən bilir, anlayır da ki və qarşıdakı insan da bunu anlayabilir ki, siz onun problemini həll edə bilməzsiniz və yaxud da ki bir
bilərsiniz, fərqi yoxdur. Orada həmin şəxsi sakitləşdirən, bayaq dediyim kimi, mən səni görürəm mesajıdır. Proqram texnikası yaxşı fikirdir. Aha, Elvira xanım, bu da yaxşı üsuldur ki, bəli, biraz özünə gəlmək üçün ona türklər demiş bir alanda, bir sahə yaratmaq ki, o həmin an o duyğusunu yaşasın. Çünki, məsələn, uşaq dərsdə ağlayır, tutaq ki, valideyn və yaxud da ki, müəllim ona deyəndə ki, nəyə ağlayırsan, nə var burada ağlamalı, hamı sənə baxır, uşaqlar sənə ayb eləyir şəklində. Bu nə deməkdir? Bu həmin o duyğunun ignor olunmağı deməkdir. Yəni, mən səni, biz səni ağlayanda qəbul eləmirik. Biz sənin ancaq bu cür vəziyyətini görmək istəyirik. Deyəndə uşaq ağlamağını ola bilsin ki, dayandırsın. Amma biz ona əslində zərər vermiş olur. Çünki müəllimin əsas vəzifəsi nədir? Hansı bir fənnin biliklərini ona ötürmək deyil də, yəni normal bir şəxsiyyət ortaya qoymaqdır. Cəmiyyətə bir insan qazandırmaqdırsa, deməli biz onu həm də psixoloji tərəfdən qoruyaraq, ən azından bacardığımız qədər də qoruyaraq belə deyək də cəmiyyəti buraxmalıyıq. Ona görə də onun mən görüldüyüm mesajı çox önəmlidir. Slayda çevirək, yəni emosional intellekt bu özət keçək ki, özünü harda göstərdi, duyğuları görməkdə, tanımaqda, idarə eləməkdə və onu ötürməkdə. İkinci psixoloji önəmli xüsusiyyət hesab edim empatiyadır. Mən düşünürəm ki, hamı burada empatiyanın nə olduğunu bilir. Ancaq mən yenə də üstündən keçmək istəyirəm ki, empatiya nədir? Bizim qarşımızdakı insanın yerini özümüzü qoyub, onun hansı duygusal vəziyyətdə olduğunu anlamaq vəziyyətidir və empatiya müəllimlik fəaliyyətini özü necə göstərir? Şagirdin ehtiyacını anlamaq. Mən əslində düz slaydı mən hazırlamışam, yazmışam, ancaq mən düşünürəm ki, ora valideynin də ehtiyacını anlamaq yaza bilərik. Bunun mörtəzəli belə bir şey əlavə edirəm ki, müəllim şey deyil də, yəni terapevt, robot, deyək ki, həm şagirdə anlasın, həm valideyni anlasın, həm nə bilim, digər müəllim yoldaşlarını anlasın. Əslində sizin belə bir borcunuz yoxdur. Sadəcə empatiya özünü bu kimi xüsusiyyətlərdə göstərə bilir ki, həm şagirdə anlayasın, həm valideyni və güvən münasibəti qurmaq, sinifdə təhlükəsiz atmosfer yaratmaq, davranış problemini azaltmaq empatiya sayəsində mümkün olur. Empatiya o demək deyil ki, biz özümüzü yerə qoyuruq və biz səni başa düşürük. Məsələn, uşaqdır, gəlir qapını tutaq ki, təpi ilə açır və aqressiv davranışlar göstərir və bəzən burada bir dənə haşiyədən çıxan uşaqlar, uşaq psixologiyasında hər zaman yadda qalmaq və diqqət çəkmək üçün yaxşı nüanslarla yadda qalmağı seçmirlər. Yəni, onlar analiz edə bilmirlər ki, mən yaxşı şeylə yadda qalım, yoxsa pis şeylə. Onlar üçün əsas yadda qalmaqdır. Ona görə bəzən məktəbin belə xuliqan adlandırılan uşaqlarına ki, biz qınayırıq ki, məsələn, bu hərəkətlər niyə edirsən? Biz orada həm də başa düşməliyik ki, bu uşağın dərdi sadəcə diqqət çəkmək və ya da yadda qalmaqdır. Fərqi yoxdur, yaxşı şeylə, pis şeylə. Və bu cür uşaqlarla biz qarşılaşanda biz ona demirik ki, empatik olaraq, mən sən başa düşürəm, sən aqressiv əsəbsən, ona görə qapını təpi ilə açdın. Empatiya həm də özünü orada göstərir ki, mən sən başa düşürəm, sən əsəbsən, amma davranışlara sərhəd qoymaq, amma sən qapını təpi ilə aça bilməzsən. Bu işin məktəb tərəfidir. Eyni şəkildə bu işin mən biraz özümüzün münasibətlərinə də aid eləmək istəyirəm. Məsələn, tutaq ki, hər hansı bir insan sizə layiq olmadığınız şəkildə davranır. Məsəl üçün, siz görməzdən gəlir, tutaq ki, bu sizin müəllim yoldaşınız da ola bilər, ətrafınızdakı insan və s. yaxında. Empatiya özünü da göstərir ki, mən başa düşürəm ki, o məndən tutaq ki, ünsiyyət qurmaq istəmir, amma sən məni görməzdən gələ bilməzsən səddini qoyanda empatik həm də öz sərhədlərini qorunmuş vəziyyətinə düşürük. Yəni, empatiya nə oldu? Özümüzü qoruq yerinə okey, amma öz sərhədlərimizə taptal atmırıq. Slaydı çevirək. Empatiyanın situativ, belə deyək də, nümunəsi bayaqki qapı açmaq məsələsinə oxşuyur bu. Əsəbləşdiyinə görə sinif yoldaşından döyən şagirdlər məsələn, aqressivləşir, aqressivliyini idarə edə bilmir. Buna görə qarşısındakı insanı vurmağa başlayır və bu da adətən özündən zəiflərə qarşı yönəldilir.
Bu situasiyada biz nə edə bilərik? Uşaq başa düşməyəndə ki, əsl güc özündən zəiflərə hər hansı bir fiziki ya da duyğusal şiddət tətbiq eləmək deyil. Əsl güc öz duyğularını idarə etməkdir. Çox uşaq, məncə əslində nəinki uşaq, heç normal əksər insanlar bunu bilmir ki, əsl güc duyğularını idarə etmək bacarığıdır. Və uşaq da bunu təbii olaraq bilmədiyinə görə öz gücünü fiziki şəkildə belə deyək tətbiq edir. Bu əslində nədir? Öz gücünü dediyimiz duyğularını idarə edə bilməməyin gücsüzlüyüdür ki, özündən zəifə fiziki olaraq şiddət uyğuluyur. Slayd çevirək. Burada empatiya özünü necə göstərir? Mən başa düşürəm ki, səni filan şey incidir. Tutaq ki, uşaq deyir ki, məsələn, icazəsiz mənim tutaq ki, qələmimi götürdü. Bu da gedib tutaq ki, uçqanı atırır onun qoluna. Mən niyə belə qeyri-adi misallar çəkirəm? Çünki bu fəaliyyətdə belə deyək, rastlaşdığım situasiyalardan biridir. Uşaq özünü ifadə edə bilmədiyinə görə onu incidərək sən mənə zərər vurduğunu başa salmağa çalışır. Və biz orada empatik olaraq uşağa belə deyəndə ki, sən əsəbləşdiyini görürəm, mən görürəm ki, sənin əşyalarını icazəsiz götürəndə sənin xoşuna gəlmir. Uşaq da elə bil ki, beynində bir dənə lampa yanır ki, kimsə mənə gördü, başa düşdü ki, mən nə demək istəyirəm. Uşaq da həmin an biraz şok effekti verir. Niyə şok effekti verir? Çünki əslində əksər hallarda valideynlər onlarla belə danışmır. Nə deyir? Deyir ki, sən niyə uçqanı onun tutaq ki, də qoluna batırdın? Nə bilim, sabah anası gələcək üstümə, məni məhkəmə çağıracaqlar, mənə lazımdır. Məsəl üçün, əksər hallarda bu cür reaksiyalarla qarşılaşdım. Uşaqda görür ki, mən neynəsəm də, məni başa düşən ətrafında bir insan yoxdur. Amma ona deyəndə ki, loru dildə qələmi batırmağa qədər ki, mərhələ ki var, mən onu görürəm, okeydə, amma dostunu vurmaq düzgün deyil. Niyə? Bunun nəticələri çünki həm sənə, həm mənə səbəb olacaq. Bu da uşağa əslində şüuraltı olaraq o mesajı verir ki, hərəkəti etməmişdən qabaq onun nəticələrini düşünmək lazımdır. Burada yenə bir haşiyədən çıxıram, slaydən çevirək. Burada yenə haşiyədən çıxıram, uşaqlara eləyə biləcəyiniz ən yaxşı xüsusiyyətimi deyim, ötürə biləcəyiniz şeyimi deyim. Uşaqların öz səhvinin bədəllərini onlara yaşamağa icazə verməkdir. Bu istər müəllim olaraq, istər valideyn olaraq, uşaq hansı bir səhv eləyəndə tez ortaya düşür. Mən həll edeyim də, uşağıma söz deyən olmasın, münaqişə yaranmasın, sakitçilik olsun demək, uşağınıza belə bir şüuraltı mesaj ötürəcək ki, mənim problemimi hər zaman həll edə biləcək kimsə çıxacaq. Belə olanda gələcəkdə uşaqlar qızlı oğlanla öz problemlərini həll etməkdə aciz qalırlar. Ya kimdənsə hər zaman kömək umurlar, ya da gözləyirlər ki, necəsə bir məsələ necəsə həll olsun. Primitiv, ailəvi münasibətlərdə əslində bir insanın gələcəkdə necə ailə başçısı ya da necə ailə xanımı olduğunu başa düşmək üçün məktəb vaxtından baxmaq ona kifayətdir. Ki, bu uşaq öz problemini özünü həll edə bilirmi? Öz duyğularını yenə deyirəm, idarə edə bilirmi? Xoşuna gəlmə situasiyalarında necə davranır və s. Bugün əgər qız, məsələn, sinifdə gözləyirsə ki, kimsə onu qorusun, kimsə onu müdafiə eləsin, kimsə onun yerinə onun haqqını müdafiə eləsin, bu zaten onun gələcək münasibətlərində də bu cür olacaq. Mən də yenə rəylərə baxım, daha sonra davam edəyim. Mən sizlə razıyam, Vəfa xanım. Tək səbəbi deməyək, əksər səbəbi ailədir. Sevgisiz qalma, amma mən burada valideynləri də bilmirəm, işim gərəyidir, yoxsa mən də çox empatik olduğumdan dolayı bilmirəm. Mən düşünürəm ki, mövcud situasiyanın valideynlərə də gətirdiyi ağırlıq uşaqları onların sevgi verməmənə gətirir, çıxardır. Əslində, hər kəs istəyir, məsələn, analar verir, indi daha çox. Evdə qalıb uşağına məşğul onu nəzir vermək əslində hər iki ailə üzvünün, ananın da, atanın da işləməyinin ən böyük zərərini övlad çəkir. Tək nəfərin işləməyi ailəyə getmir, məcbur ki, nəfər işləyir və burada cəzanı çəkən uşaq olur və valideyn də eyni anda çox şey düşünməkdən dolayı tükənir. Tükəndiyinə görə də istər-istəməz uşağına
tahammülü azalır. Tahammülü azaldığına görə aqressivlik artır və s. ilaxır. Əslində o balıq başdan illənir məsələsi ki var. Əslində məsələyə getək çox başa getmək lazımdır. Biz ailələri qınayırıq ki, uşaq sevi görmür, işte uşaq ana ata üzü görmür, hamı səhər çıxır, axşam gəlir. Amma bu yazıq valideynin də ki, özümüz qatışıq. Gücü bir yerə qədərdir də, ged işə gəl və s. Bu da bir başqa mövzudur. Bəlkə bu barədə də bir seminar təmin edərik. Birinci ailə, uşaq ailənin güzgüsüdür məsələsidir. Amma mən düşünürəm ki, uşaq artıq ailədən çox məktəbdə vaxt keçirdiyinə görə cəmiyyətdə, məktəbdə onun formalaşmasında çox böyük rol oynayır. Ən azından valideynin elə bilmədiyini müəllim və digər şagirdlərin vasitəsilə belində qaydasına qoymaq olur. Aha, bəli, tək başına çətindir. Çox gözəl baxam, sevindim sizin adınıza. Refleksiya mütləq. Refleksiya zaten psixoloji işin belə deyək də özəyidir. Aha, bəli. Sevin xanım və xanım Ağayeva, mən də sizdən razıyam. İndi keçirik. Sadəcə çevirək. Üçüncü psixoloji müəllimində olmasa gerəkən xüsusiyyət motivasiyadır. Motivasiya yaradan müəllim kimdir? Sual bundan ibarətdir ki, əslində yenə yazmağınızı istəyəcəm. Necə uşağa motivasiya verdiyini düşünürsünüz? Yəni, mən ona motivasiya verirəm deyəndə necə danışırsınız onunla və yaxud da ki, ona nə deyirsiniz də, yəni motivasiyanı necə verirsiniz? Sual bundan ibarətdir. Yazmağınızı xahiş edəcəm. Bu əslində təkcə şagirdlər olmaya da bilər. Özünüzə də ola bilər. Özünüzə motivasiya verirsiniz. Ətrafınızdakı insana necə motivasiya verirsiniz. Hardan bilirsiniz ki, bu motivasiyadır? Elmar xanım, məsəl üçün misal göstərə bilərsiniz. Necə müsbət yerdə qurursunuz? Məsəl üçün, mən sizə bir situasiya deyim, siz ona uyğun mənə cavab verin ki, burada motivasiya necə qurarsınız? Tutaq ki, mən universitetə hazırlaşıram, amma az bal yağacağımdan qorxuram və həvəssizəm. Yəni, dahi oxumaq da istəmirəm, sondur, belə az qalıb, bir həftə falan qalıb imtahanıma, da yaş bir ay qalıb, bir həftə laf az oldu. Bir ay falan qalıb imtahanıma, hərçənd ki, abituriyyentlər imtahanı verib qutarıblar, amma gəlin biz bunu gələn üçün düşünək. Bir ay qalıb imtahanıma, həvəssizəm, hazırlığa da getmək istəmirəm, dərs toxumaq istəmirəm və fikirləşirəm ki, birdən çətin olar, az bal yağaram. Bu situasiya üzərindən mənə motivasiya verin. Axşamınız xeyir, user. Aha, daha yaxşıya sevindir, aha. Aydın xanım, əlbəttə ki, hər birimiz fənni əslində müəllimə görə sevirik. Dönməklə İsmailova, əla, əlbəttə ki, şiddətli şəkildə yox, amma səhvindən xəbərdar eləmək lazımdır. Mira xanım, bu cümlə var ki, məsəl üçün, çaba göstərirsənsə, deməli, sonunda nailiyyət əldə edəcəksən mütləq. Əslində, real cümlədir, belə deyək də. Sadəcə insan bunun, daha doğrusu şagird bunun reallığını yaşa dolduqca başa düşür. Məsələn, siz yaşda, mən yaşda, daha yaşlı olanla başa düşür ki, bu nailiyyət həm din baxımından inançlıdırsa, həm də ümumi mənada bunu onda başa düşür. Mən çox az rast gəlmişəm əslində, amma siz rast gəlmişsinizsə nə xoş bu cümlə ilə bu cümlənin təsir elədiyi uşaqlara belə deyək. Nimmət bəy, əla, oyunlar əlbəttə ki, fəaliyyət əslində tədris prosesini qavramaqda bir mənalı rol oynayır. Bunun da açıqlaması odur ki, biz fiziki aktivlikdə olanda neyronlar daha tez bir-biri əlaqədə olur və buna görə də dərs daha yaxşı yadda qalır. Dərsi gəzə-gəzə oxuyan uşaqlar olur, səs-küydə oxuyan uşaqlar olur. Bəzən valideynlər və müəllimlər fikirləşir ki, sənin fikrin olsa dərsə deyil. Məsəl üçün, orada mahnı çalır, televizor açılır, sən necə dərs oxuyursan?
Amma bunun əlaqəsi yoxdur. Beyin quruluşu bəzən elə olur ki, onlarda diqqət həm paylana bilir, həm də xarici qıcıq olanda öz diqqətini dərsə daha çox verirlər. Düzdür, bu mövzumuzla əlaqəsi yoxdur. Sadəcə gördüm, yadıma düşdü və demək istədim. Elmira xanım, əla. Aha, Sevil xanım, sağ olun. Çox sağ olun, Aygül xanım. O zaman mən təzədən keçim slaydakı. Məsələn, mənim dediyim məsələdə ki, abituriyentdir, bir ayda tutaq ki, qalıb hazırlaşmaq halı yoxdur və s. axır. Bu halda biz deyirik. Biz ona deyəndə ki, narahat olma, sən bacaracaqsan, sən artıq, məsələn, 2 il əziyyət çəkirsən, oxuyursan, bilirsən və s. axır. Bu, uşağa motivasiya olur olmağına. Amma bu, biraz daha səthi qalır. Çünki bu ona hər kəsin dediyi bir sözdür və uşaq bunu olsa bilir də. Bilir ki, hə, mən də bilirəm ki, mən 2 il hazırlaşıram, mən də bilirəm ki, hə, inşallah yazaram. Yəni, bu dəqiq bir şey deyil də, yəni bir inşallahlı bir şey də belə deyək. Bu motivasiya olur təbii ki, amma səthi qalır. Sən bacaracaqsan sözü qüvvədə olmalıdır, amma burada bir dənə haşiyə çıxım ki, mən rastlaşmışam ki, bu ifadəni işlətəndə şagirdlər deyir ki, hardan bilirsiniz ki, mən bacaracağam? Biz ona deyəndə ki, biz səni inandırıq. İlk olaraq, hə, yaxşı, inanırıq, çox gözəl. Amma burada önəmlidir ki, şagird öz-özünə inansın da, bizim ona inanmağımız onu motivasiyalandıracaq, okey, amma dərindən motivasiyalandırmayacaq. Necə eləyə, neynəyək? Bir ayda qalıb, artıq motivasiyası yoxdur və s. Biz deyəndə ki, məsələn, Nigar, çox yorulmuşsan həqiqətən də, işte atıram 1 ildə, 2 ildə hazırlaşırsan, bu proses çox yorucudur, hərdən həvəsdən düşürsən, hərdən digər şagirdlərlə mütləq gözünü müqayisə edirsən ki, görəsən o yaxşı bilir, görəsən mən, daim ətikdəsən, bilməm, onu Azərbaycanca necə yaxşı ifadə etmək olar, daim tətikdəsən və qorxursan, bu yenə də mən səni görürəmi demək və daha sonra sən necə fikirləşirsən, səni ən çox narahat edən nədir? Birinci görürük, daha sonra dinləmə mövqeyinə keçirik və ondan soruşuruq ki, səni narahat edən nədir, sən nədən çəkinirsən? Ondan sonra isə dəyərləndiririk və dəstəkləyirik. Belə düşünün, motivasiya 4 dənə hissədən ibarət. Birinci görürük, ikinci dinləyirik, üçüncü dəyərləndiririk onu, dördüncü də dəstəkləyirik. Mən gördüyümü sənin bir ayda yorulursan, özünü müqayisə edirsən və s. dinləyirəm səni ki, sən nədən narahatsan. Üçüncü olaraq səni dəstəkləyirəm. Dəstəkləmək də az öncə sizin dediyiniz cümlələrlə və s. əziyyətinin bəhrəsini mütləq görəcəksən. İndi olmasa da öyrəndiyin şeylər mütləq ki, həyatda sənin yadıma düşəcək və s. şəklində və dəstəkləyirik bu cümlələri, dəyərləndiririk. Daha doğrusu 4-cü mərhələdə isə dəstəkləyirik. Bu 4 dənə belə deyək, punkt motivasiyanın əsas belə deyək bazasıdır. Həm də rəylərə baxın. Səksəkədə olmaq. Çox sağ olun, Sevil xanım. Sualınız varsa Rüfə xanım verərsiniz, bəlkə nəsə. Mən hal-hazırda Elmira xanımın rəyini oxuyuram. Elmira xanım, rəyinizi oxudum axıra qədər. Orada çox bəyəndiyim bir cümlə oldu ki, bunu bəlkə də mən deməliydim, ancaq siz mənə xatırlatdınız ki, bunu demək lazımdır. Uşağı öz keçmişlə müqayisə etmək, bu çox qızıl bir qaydadır və çox sağ olun ki, ətraflı rəyinizə görə. Belə, slaydı görüm hardayıq. Aha, bu motivasiya məsələsidir. Artıq bitiririk səhv etmirəmsə slaydı. Deməli, şagird motivasiyalandırmaq deyəndə müəllimin slayda yazdığım kimi ona inandığını hiss etdikdə daha çox inkişaf edir. Çünki inandığını da nə zaman hiss edir? Müəllimin onu gördüyünü biləndə eyni şey valideynlərə də aiddir. Uşaq onsuz da
sizin ona çəkdiyiniz əziyyətdən və sayılar onsuz da narahatdır. Ancaq uşağın ehtiyacı var ki, valideynin ona inandığını hiss eləsin. Çünki uşaq hələ o qədər də yetkin vəziyyətində deyil ki, özünü motivasiyalandıra bilsin və özünə doğru yolu göstərsin. Uşağın hələ ilkin periyodda valideynin mənəvi dəstəyinə ehtiyacı var ki, mən bilirəm ki, siz hər bir halda mənim yanımda olacaqsınız. İnanmaq özünü burada göstərir. Slaydı bir dənə çevirək. Və son sualımla ibarətdir ki, son 10 dəqiqəni saxlamaq istəyirəm sizin suallarınız olarsa suallarınıza. Ona görə slaydı qısa tutmuşam və son sualımız da bundan ibarətdir ki, son bir ayda, bir ay təbii ki, şərti bir məsələdir. Ağlınıza gələndə davranışı ilə sizi çətinləşdirən bir şagird düşünün ki, həqiqətən təcrübənizdə sizi nə deyəcəyinizə bilməmişsiniz ki, nə eləyəsiniz, necə davranasınız. Bu halda bunları yaza da bilərsiniz. Amma bunu soruşmaqda əsas məqsədim odur ki, bu cür çıxılmaz vəziyyətlərdə qalanda özünüzdən aşağıdakı 3 şeyi soruşun. Bu davranışın arxasında hansı ehtiyac ola bilər? Bu təkcə şagirdlərə yox, ətrafınızda olan hər kəsə də aiddir. İkinci olaraq, mən onun yerində olsaydım, necə eləyərdim, nə hiss eləyərdim və nə eşitmək istəyərdim. Baxın, bu da çox önəmli bir şeydir. Əgər öz uşağınıza ya da X bir uşağa necə davranacağınızı bilmirsinizsə, bəzən olur ki, uşaqlar bizə elə cavablar verir və elə bir situasiya salırlar ki, adam bilmir ki, nə desəm, ya da nə desəm doğru olar və s. Çünki hər bir valideyn ümumiyyətlə son zamanlarda uşağıma travma verməyim deyə bir xəstəliyə də tutulub, belə deyək, çalışır ki, hər şey düzgün deyə və hər şey yaxşı olsun. Nə eləyəcəyinizi bilmədiyiniz durumda mən uşağın yerində olsaydım, nə eşitmək istəyərdim, məndən necə davranılmağını istəyərdim. Baxın, bu suala cavab tapın. Siz onu necə istəyərsinizsə, eyni şəkildə, eyni davranışda onu göstərin. Ona fərqli necə yanaşa bilərdim, məsələsi daha sonraki bir prosesdir ki, bunu refleksiya edib özünüzü sorğulayanda, refleksiya, yəni aramızda bilməyənlər ola bilər ki, refleksiya nədir? Refleksiya özünə suallar verərək, özü nəyi niyə elədiyini anlama prosesidir. Bir növ özünü kəşf eləmə, öz-özünü güclü tutma məsələsidir ki, mən burada bu hərəkəti niyə elədim? Bu deməkdir. Və bu 3 dənə sualı da verərək növbəti situasiyaları daha rahat idarə edə biləcəksiniz və çıxılmaz vəziyyətlərdən daha rahat çıxa biləcəksiniz. Son slaydda bir dənə göstərək ki, dinlədiyinizə görə təşəkkürlər və ondan sonra keçim rəylərə və suallar varsa suallara. Və müəllim də o güvəni yaratmalıdır. Burada bir dənə belə bir nüans da var. Müəllimin güvən yaratması üçün gərək müəllim özündə də biraz güvən olsun. Bu təkcə peşəkar fəaliyyəti ilə yox, ümumiyyətlə xarakterində gərək güvən olsun. Ona görə müəllimlik çox əslində çətin peşədir, belə deyək. İlham xanımın rəylərini gördük. Mən hal-hazırda təlimlə bağlı çalışdım ki, çox yormadan, çox uzatmadan, çox kitab cümlələrini və elmi şeyləri belə deyək də sizə demədən daha praktik, lakonik və qısa formada izah etməyə çalışdım. Bu barədə və ya ümumi barədə suallarınız varsa yazın rəydən cavablayın. Ondan sonra da sağollaşaq. Nigar xanım, təşəkkür edirəm ətraflı izahınıza görə. Həqiqətən dolu-dolu, çox faydalı bir təlim keçiririk hazırda. İndi kimlərin təlim barədə, təlimçimiz barədə fikri, sualı olan varsa ən qısa formada bildirsə sevinərik. Yazılı və səsli formada qeyd edə bilərsiniz. Təlimdən əlavə suallarınız varsa aşağıda əlaqə nömrəm var. Mənə yaza bilərsiniz. Təşəkkürlər. Buyurun Nigar xanım. Hal-hazırda siz də mənə motivasiya verirsiniz. Sağ olun. Təşəkkür edirəm. Daha diqqətli tutacaqsan, mən yola gəldim. Sevil xanım, əlbəttə ki, müəllim diqqətli olmalıdır. Bu da müəllimin bacarıqlarına əlaqəli bir durumdur. Çünki biz bu dəqiqə müəllimləri də dinləsək, müəllimlər deyəcəklər ki, mən sinifdəki 30-35 nəfərə necə tapdım. Bu çox şaxəli bir prosesdir. Belə. Çox sağ olun Doğru bəy. İlham xanım, çox sağ olun, təşəkkür edirəm. Mən belə başa düşdüm ki, sual yoxdur. Əgər yanılmıramsa bildirin.
fikirləriniz də məni motivasiyalandırır. Motivasiyadan danışmışkən. İkinci, bəli, çox sağ olun Nayman xanım, təşəkkür edirəm. Təlimdən əlavə də hər hansı bir sualınız olanda mənə yazıb soruşa bilərsiniz. Hər zaman suallara cavab verməyə çalışıram. Çatdığım qədər. Çox sağ olun Nayman xanım, təşəkkür edirəm. Ayda xanım, sizə sağ olun. Özüm sağ olun. Axşamınız xeyir. Axşamınız xeyir, axşamınız xeyir. Necəsiniz? Necəsiniz? Sağ olun, necəsiniz? Ürəyimiz bilirmiş. Çox sağ olun. Təşəkkür edirəm İlham xanıma ki, siz kimi dəyərli gənc kadr dəvət edib. Vaxtım varkən dedim, qoşulub fikrimi də bildirim. Dinlədim. Çox gözəl mövzulara toxundunuz, yerli yerində və doğru düzgün məlumat ötürdüyünüzə görə təşəkkür edirəm. Müəllimlərin belə həvəsli olduğuna da çox sevindim. Bir nüansı da özüm də qeyd etmək istəyirəm ki, bu il 4-cü sinifin məzunlarını yola salırıq. Nə qədər motivasiya etsək də bir reallığı qeyd etmək istəyirəm ki, illərlə tökülən baza bir saata bəzən qurban olur. Biz nə qədər desək də ki, motivasiya edirik, hazır olun, sizə güvənirik. Ancaq çox təəssüflər olsun ki, imtahan stresinin verdiyi bir həyəcan var. Müəllimlər özləri daxildən stres keçirirlər. Şagirdlər də istərsiniz məsuliyyətdən doğan həyəcanın qurbanı olurlar. Bəzən motivasiya nə qədər yüksəkdə saxlamaq çalışsaq da, siz dediyiniz kimi bu empatiya duyğumuza yenik düşürük. Çünki biz heyət olaraq qadın heyəti müəllim işləyirik də. Qadınları idarə edən hormonlardır. Biz qadınlar hər zaman hormonlarımızın qurbanı oluruq. Beyin nə qədər özünü müdafiə etsə də, amma bəzi nüanslar var ki, insani faktorlarımız, analıq duyğularımız, uşaqlarla olan o bağ bizi bəzən o məsuliyyət hissi motivasiyadan sözdə deyil də, əməldə istərsiniz uzaqlaşdırır. Ona görə çox gözəl qeyd elədiniz ki, birinci müəllimlər özləri. Müəllimin özünün daxili balansı, daxili gücü o qədər mükəmməl olmalıdır ki, şagirdə onu ötürə bilsin. Napoleon Bonaparte belə imtahandan qorxub, indi gəlin görək, bu 4-cü sinif şagirdi olsun, lap 11 olsun, BİM olsun, MİQə hazırlaşan müdavimlər olsun, heç birini qınamıram. Çətin dönəmdir, indiki dönəmdə müəllim işləmək qəhrəmanlıqdır mənim üçün. Sizlər sağ olun, bizdən sonraki nəsillər sizlərsiniz. Əminəm ki, mən həmişə İlham xanıma deyirəm ki, artıq estafet sizlərdədir. Birimizdən möhkəm yapışın. Birimizə dəstək olun. Çünki biz müəyyən yaş həddinə artıq çox sağ olun qızlar. Biz müəyyən artıq yaşı yaşamışıq, müəyyən dönəmi artıq biz tamamlayırıq. Amma fikir verin, dövlət sektorunda çalışan hər kəsin bir-birinə dəstəyi var. Yalnız bəzi hallarda çox təəssüf olsun ki, müəllimlərin bir-birinə dəstəyi azdır. Ağıllı bir fikir səsləndirim deməyədim də, müəyyən bir reallıqdan danışanda bəzən müəllimlərimiz qorxur, çəkinir ki, mən bunu etsəm uşaq özünü pəncərədən atır, mən bunu etsəm sinif dağılar. Əgər gözlənilmə prosedurumuz varsa, heç nə olmayacaq. Rəylərdə, təlimlərdə birimizə dəstək olun. Bu dəstək sizin ən böyük motivasiyanızdır. Sizə baxacaq, valideynlər dəstək olacaq. Valideynə baxacaq, övladlar bir-birinə dəstək olacaq. Və bununla da bizim hal-hazırda yaşadığımız bu çətin dönəmi bizdən sonraki siz gənc nəslər çox gözəl bir-birinizdən əlindən tutub qaldıracaqsınız. Bir-birinizə o deyərləri, məsələn, badalaq verməyin. Sizin gücünüz həqiqətən çoxdur. Və ən əsası əlinizdə yetəri qədər resurs var. Söz ifadə olmadı mı? Bir-birinizdən dəstək alın. Bir-birinizdən kömək ummaqdan qaçmayın, çəkinməyin. Mən özüm təlim versəm də bu yaşda belə vaxtım olan kimi dəyərli xanımların təlimlərinə qatılıram. Ki, mənim də qulağım bir yeni informasiya eşitsin. Zaten bu təlimlərin məqsədi bir-birinə ağıl verməkdən çox fikir mübadiləsi aparmaqdır. Mən sizləri çox sevirəm. Həqiqətən sizlər mənim üçün dəyərlisiniz. Və yazan hər kəsə də təşəkkür edirəm. Çox üzr istəyirəm ev halımdadır, amma xanımın nitqi, Nigar xanımın nitqi, toxunduğu mövzular, çat bölməsində olan kəslərin rəylərini oxuduqca dinləyirdim. Qürur duydum sizdən. Var olun. Bir-birinizdən belə möhkəm yapışın. Siz nə qədər var olacaqsınızsa, təhsil o qədər irəli gedəcək. Çəkinməyin, qorxmayın, çətinliklər var. Olub olacaq da. Mənim də gücüm çatdığı yerə qədər sizlərə dəstəyəm. Mövzulara toxunmaqdır.
sertifikasiya mərhələsidir, bilirəm, çətindir. Özümə belə motivasiya versəm də, mən də sertifikasiyada o məsuliyyətdən doğaraq həyəcan keçirirəm. Yəni, burada qorxulu bir hal yoxdur, amma sizləri sevirəm. Sizlər mənim dəyərlilərimsiniz. Çox sağ olun. Mən adınızı həsən görürəm, amma rəyləri sayəsində bildim ki, siz Ülvi xanımsınız və bildim ki, çox məşhur və sevilən bir Ülvi xanımsınız. Çox sağ olun. Və bu dəfə mən sizə təşəkkür edirəm ki, dəyərli və çox belə deyək də dolu-dolu nitqinizdən dolayı siz mövzunu elə bağladınız ki, mən artıq fikirləşirəm ki, mən təlimi necə sonlandırım, necə nitqliyim. İstəmirəm ki, qoşulmadım. Ürəyim durmadı. Mən xoşdur. Mən düşünmürəm ki, ancaq belə deyək də sizin dediyiniz kimi kimsə kimdənsə ağıllıdırmı, kimsə hansısa peşə və s. Mən düşünürəm ki, biz insan olaraq da bir-birimizdən çox şey öyrənəcəyik və öyrənə bilərik. Bu sizin çıxışınız həm mənə, həm də əminəm ki, digər iştirakçılara da belə deyək də dəstək oldu. Çox sağ olun. Və mən istəmirəm ki, Ülvi nitqinin üzərinə əlavə bir nitq söyləyim. Sualı yoxsa Nigar xanım. Bəli, buyurun. Deməli, Ülviyə xanım danışanda səsim tutuldu. Ülviyə xanım danışandan 5-10 dəqiqə sonra hamı sakitcə dayanır və düşünür. Cümlələri toparlamaqda çətinlik çəkir Ülviyə müəllim. Sizi burada görmək necə xoşdur. Bir anlıq səsinizi eşitdim, ekrana baxmırdım həmin an. Bir anlıq dedim, Ülviyə müəllimin səsidir bu. Adınız yazılmış deyə. Həqiqətən sizi burada görmək, sizin məsləhətləriniz çox dəyərlidir. Allah saxlasın. İnşallah gələn təlimlərimiz biraz istirahətdən sonra sizinlə olar. Çünki həqiqətən Azərbaycan müəllimlərinin sizin kimi dəyərli pedaqoqlara çox ehtiyacı var. Bizim sizə çox ehtiyacımız var və öyrənəcəyimiz çox şey var. Təşəkkür edirəm. Burada olmağınız məni hədsiz çox qürurlandırdı. Çox sevindim. Təşəkkür edirəm nitqinizə görə. Mən sizə təşəkkür edirəm. Siz sağ olun, Nigar xanım sağ olsun, siz sağ olun. Qürur duyuram, uğurlar arzulayıram. Rəy bölməsindəki hər kəsə sevgilər, sayğılar, var olun. Bir-birinizə möhkəm yapışın. Məsləhətim budur. Gecəniz xeyirə, sağ olun. Xeyrə qarşı hər kəsin 24 saatı var. Ülviyə xanım o qədər qarışıq bir günü olur ki, maşallah müsbət formada ona zaman ayırırsa, demək hər kəs ayıra bilər deyə düşünürəm. Nigar xanım, təşəkkür edirəm dəvətimi qəbul etdiyinizə görə. Əməkdaşlığımız daim olsun. Amin. Hər zaman açığam. Seminarlara vaxtım olduqca, fürsətim olduqca nə zaman sizə müraciət eləyin, qəbul edəcəm. Ən dəyərli şey zamandır əlbəttə ki, hər kəsdə zaman ayırdığına görə mən təşəkkür edirəm. Sağ olun, gecəniz xeyir. Açar sözümüz o zaman olsunmu? O açar sözü mənə yazacaqsınız. Ad soyadınızla sizlərə ödənişsiz formada iştirakçı təşəkkürnaməsi təqdim edəcəm. Ümid edirəm yararlı oldu. Gecəniz xeyrə qalsın. Sağ olun.